Və çox maraqlı sualdır. Mən deyərdim ki, Baqamovskinin Zirəyə keçidini bir fikirləşin onun Azərbaycanda meneceri kimdir və o menecerin Zirə klubu ilə münasibətləri necədir, Rəşad Sadıqovla münasibətləri necədir. Ondan sonra yəqin ki, məni anlamış olasınız. Amma Baqamovski sistem oyuncu. Bugün Neftçə gələn, istənilən oyuncu, mən sizə iddialı deyirəm, bəlkə fərdi keyfiyyəti ilə ön plana çıxa bilər. Yəni, bir-iki hərəkət və s. Biz necə ki deyirik, bəzi oyuncular Neftçədə öz performansını aça bilmirlər. İnandırım sizi, bəlkə Baqamovski Rəşad Sadıqovun sistemi ilə tam fərqli bir səviyyəyə gəlib çıxa bilər və Neftçə azarki işləyir, deyə bilər ki, bu Baqamovski, o Baqamovskidir. Yəni, bəzi futbolçular var, sistemə uymurlar, amma öz fərdi keyfiyyətləri ilə elə işlər görürlər ki, hər kəs ayaqda alqışlayır. Amma elə futbolçular da var ki, keyfiyyət olaraq yaxşı oyunculardır. Fərdi özünü nümayiş elətdirə bilmir, amma sistem komandasında elə bir faydalı iş əmsalını göstərir ki, yəni deyirsən ki, bu nə möhtəşəm oyuncudur. Amma fərdi keyfiyyətli komandalara gedəndə, sistemi olmayan, nə oynadığı bəlli olmayan komandalara gedəndə isə itib batır. Deyirsən ki, bu futbolçu o futbolçudur. Yəni, belə müqayisələr də aparmaq lazımdır. Məncə, Baqamovski bu tərəfdən özünü göstərə bilər. Yəni, hər halda Rəşad Sadıqov da seleksiyası elə belə deyil. Yəni, o sistemə nəyəsə uyğunlaşdırıb.